Sadə cümlənin şəxsə görə növləri dedikdə nəyi nəzərdə tuturuq? Ümumiyyətlə, bir qaydanı bir mənalı olaraq bilək ki, sadə cümlənin şəxsə görə növü dedikdə, şəxs dedikdə Azərbaycan dilinin qrammatikasında insandan söhbət getmir. Şəxs dedikdə bizim qrammatikamızda nəzərdə tutulur mübtəda. Yəni biz cümlədə mübtədanın olub-olmamasına görə onun növlərini müəyyən etməliyik. Yəni şəxs dedikdə Azərbaycan dilinin qrammatikasında nəzərdə tutulan mübtədadır. Yəni bir növ öyrənirik sadə cümlənin mübtədaya görə növlərini. Əgər bunu bu formada dərk eləsək, bu dərs sizin üçün heç də çətin olmayacaq. Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə, yəni mübtədaya görə növləri onun olması və yaxud da təsəvvür dərəcəsinə görə müəyyənləşdirilir. Sadə cümlənin şəxsə görə növləri mübtəda və xəbər arasında formalaşaraq iki yerə bölünür. Var xəbər əsasında formalaşan cümlələr. Demək olar ki, biz danışıqda bunlardan istifadə edirik. Və bir də mübtəda əsasında formalaşan cümlələr var ki, bunlarda adlıq cümlələr hesab olunur. Əvvəlcə öyrənik mübtədaya görə, müəyyən, yəni şəxsə görə müəyyən şəxsli cümlələri. Müəyyən şəxsli cümlə xəbər əsasında formalaşan cümlələrdir. Ümumiyyətlə dilimizdə 4 cümlə tipi, yəni müəyyən şəxsli cümlələr, qeyri-müəyyən şəxsli cümlələr, ümumi şəxsli cümlələr və şəxsli cümlələr olur xəbər əsasında formalaşan cümlələr. Mübtəda əsasında formalaşan cümlə isə sadəcə adlıq cümlədir. Müəyyən şəxsli cümlə nədir? Mübtədası və xəbəri iştirak edən cümlələr müəyyən şəxsli cümlələr adlanır. Qısa olaraq müəyyən şəxsli cümləni öyrənməyin ən tənbəl, ən sadə və ən praktik üsulu budur ki, əgər bir cümlədə xəbər varsa, fərqi yoxdur, ismi xəbərdir, feil xəbərdir, bunun heç bir fərqi yoxdur. Və həmin cümlənin mübtədası varsa, məzmunundan asılı olmayaraq həmin cümlə adlanacaq müəyyən şəxsli cümlə. Yəni mübtədası və xəbəri olan cümlə, nəyə görə o xəbəri vurğulayıram? Çünki mübtədası olub xəbəri olmasa bu cümlə adlıq cümlə sayılacaq. Mübtədası və xəbəri olan cümlə varsa, bizə verilən cümlənin məzmunundan asılı olmayaraq müəyyən şəxsli cümlə adlanacaq. Məsələn, nümunələrə baxaq. Bizə nümunə olaraq qeyd edilib ki, həyat mübarizədir. Təhlil edirik, nədir mübarizədir, nə həyat. Mübtədası var, xəbər də öz yerində oldu müəyyən şəxsli cümlə. Doğan günəş mavi dənizi öz rənginə boyamışdı. Nə etmişdi? Boyamışdı. Nə günəş. Mübtədası da var, xəbəri də var. Deməli bu cümlə nə sayılacaq? Müəyyən şəxsli cümlə. Buradan da görürük ki, müəyyən şəxsli cümlənin xəbəri həm ismi xəbər ola bilər, həm də feili xəbər ola bilər. Biz hər yay kəndə gedərdik. Nə edərdik? Gedərdik. Kim? Biz. Akşin dərs əlaçısıdır. Kimdir? Dərs əlaçısıdır. Kim? Akşin. Yenə də müəyyən şəxsli cümlədir. Nəyə görə? Həm mübtədası, həm xəbər var. Biz burada nəyə fikir verməliyik? Baxın, müəyyən şəxsli cümlənin xəbəri birinci şəxsin təkində və birinci şəxsin cəmində mübtədası buraxılmış şəkildə verilə bilər. Müəyyən şəxsli cümlənin xəbəri ikinci şəxsin təkində və cəmində mübtədası buraxılmış şəkildə verilə bilər. Burada heç bir problem yoxdur. Amma müəyyən şəxsli cümlənin xəbəri üçüncü şəxsin təkində mübtədası buraxılmış şəkildə verilirsə belə, üçüncü şəxsin cəmində mübtədası buraxılmış şəkildə verilə bilməz. Bu nə deməkdir? Məsələn, biz bir cümləyə baxaq. Dərsdən, burada elə nümunələr var, gəlin bunun özünə baxaq. Dərsdən evə qayıdırdım. Görürük, cümlənin mübtədası yoxdur. Nə edirdim? Qayıdırdım. Amma mən sözü yoxdur orada. Mən sadəcə cümlənin şəxs sonluğuna görə beynimdə təyin edirəm ki, bu cümlənin xəbəri mən olacaq. Mübtədası yoxdur, amma mən onu rahatlıqla bərpa eləyə bildim. Bu cümləyə də biz müəyyən şəxsli cümlə deyəcəyik. Kitabları qaytarmağı unutma. Kim? Sən. Cümlənin mübtədası olmasa belə, şəxs sonluğuna əsasən ikinci şəxsin təkində olduğunu müəyyən eləyə bilirəm. Dərsdən sonra uşaqlarla kitabxanaya getdik. Kim? Biz. Mübtədası olmasa belə mən onu bərpa eləyə bilirəm. Yarışa yaxşı hazırlaşırsınız. Kim? Siz. Mübtədası olmasa belə biz onun xəbərini əsasən ikinci şəxsin cəmində olduğuna görə mübtədasını rahatlıqla bərpa eləyə bilirik. Həmçinin bu üçün təkində də belədir. Mənə bir stəkan çay gətirdi. Nə etdi? Gətirdi. Kim? O. Baxın, burada bu formada heç bir problem yoxdur. Yəni 1-in, 2-nin təkində və cəmində, eyni zamanda 3-ün təkində heç bir problem yoxdur. Yəni mübtəda buraxıla bilər. Yetər ki, mən onu özüm rahatlıqla bərpa eləyə bilim. Verilən cümlələrdən də aydındır ki, birinci və ikinci şəxsin təki cəmi, eləcə də üçüncü şəxsin təkində asanlıqla biz mübtədanı bərpa eləyə bilirik. Bu mübtədasız cümlələr müəyyən şəxsli cümlələrdir. Belə cümlələr əsasən mübtədası daha çox birinci və ikinci şəxsdə, yəni həm təkdə, həm cəmdə olmalı olan cümlələrdir. Təbii ki də belə buraxılmış mübtədaları xəbərdəki şəxs sonluqlarına görə biz asanlıqla bərpa eləyə bilirik. Amma biz burada nəyə fikir verəcəyik? Əgər verilən cümlənin xəbəri üçüncü şəxsin cəmindədirsə, məsələn, qapını astadan döyürlər. Baxın, bizə verilən cümlə bu formadadırsa, yəni bunun xəbərinə fikir verəndə görürük ki, xəbəri üçüncü şəxsin cəmindədir. Deməli, bunun mübtədası nə olacaq? Onlar. Yəni, əgər xəbəri üçüncü şəxsin cəmindədirsə və həmin cümlədə real olaraq mübtəda yoxdursa, görürük yoxdur. Nə edirlər? Döyürlər. Kim? Onlar. Mübtədamız yoxdur. Nəyi? Qapını. Necə? Astadan. Mübtədam yoxdursa, mən bu cümləyə müəyyən şəxsli cümlə deyə bilmərəm. Bu cümlə müəyyən şəxsli cümlə deyil. Bu cümlə sayılır qeyri-müəyyən şəxsli cümlə. Bunu da öyrədəcəm birazdan. Əgər burada real olaraq onlar sözünü görsəydim, onlar qapını astadan döyürlər. Yəni cümlədə mübtədamı fakt olaraq görürəmsə, mən də müəyyən şəxsli cümlə deyəcəm. Amma yox, o cümlədə mübtədam yoxdursa, cümlə qeyri-müəyyən şəxsli cümlə adlanacaq.
Bunu bir mənalı olaraq bilək. Əgər verilən cümlədə üçüncü şəxsin cəmi olan mübtəda yoxdursa, müəyyən şəxsi cümlə sayılmaz. Varsa sayılar. Bu da müəyyən şəxsi cümlənin izahı. Müəyyən şəxsi cümlələr ikinci dərəcəli üzvlərin iştirakı baxımından müxtəsər və geniş olur. Bu hər birinə aiddir. Əgər cümlədə ikinci dərəcəli üzvlərdən hər hansı biri iştirak eləyirsə, fərq yoxdur, təyin, tamamlıq, zərflik, hər hansı biri iştirak eləyirsə, bu sayılacaq geniş cümlə. Yox, əgər iştirak eləmirsə, bu sayılacaq müxtəsər cümlə. Məsələn, deyirik ki, Muxtar getdi. Nə etdi, getdi, kim? Muxtar. Sadəcə mübtəda və xəbərdən ibarətdir deyə bu cümlə sayılır müxtəsər cümlə. Amma biz sabah rayona gedəcəyik. Nə edəcəyik, gedəcək? Kim biz? Nə vaxt, nə zaman? Sabah haraya gedəcəyik? Rayona. Cümlədə bir dənə də olsun. Bircə dənə də olsun, ikinci şəxsli, ikinci dərəcəli üzv varsa, o olacaq geniş cümlə. Məsələn, qeyd elədiyimiz kimi, Muxtar getdi, sadəcə mübtəda və xəbərdən ibarətdir deyə, mübtəda və xəbərdən ibarət olan cümlə müxtəsər cümlə adlanır. Amma olsaydı ki, Muxtar dünən getdi, artıq cümlə təhlilinə görə ikinci dərəcəli üzv gəldi. Nə etdi, getdi, kim? Muxtar. Muxtar nə vaxt, nə zaman getdi? Dünən. Bir dənə də olsa, ikinci dərəcəli üzvün varsa, bu olur geniş cümlə. Sırf mübtəda və xəbərdən ibarətsə, bu olur müxtəsər cümlə. Bu da oldu müəyyən şəxsli cümlənin izahı. Gələk indi qeyri-müəyyən şəxsli cümləyə. Qeyri-müəyyən şəxsli cümlə nədir? Qeyri-müəyyən şəxsli cümlədə adından da göründüyü kimi hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğundan söhbət gedir. Bunu tapmağın çox rahat, çox asan üsulu var. Qeyri-müəyyən şəxsli cümlələrdə bu da xəbər əsasında formalaşır təbii ki. Mübtəda olmur və belə cümlələrin xəbəri yalnız və yalnız üçüncü şəxsin cəmində olur. Üçüncü şəxsin cəmində olduğuna görə biz bu cümlələrdə verilən cümlənin xəbərinə baxın. Birinci, ikinci şəxsin cəmindən və yaxud da təkindən fərqi yoxdur. Söhbət gedirsə, o qeyri-müəyyən şəxsi cümlə ola bilməz. Əgər üçüncü şəxsin təkindən söhbət gedirsə, yenə də qeyri-müəyyən şəxsi cümlə ola bilməz. Yalnız və yalnız nə olmalıdır? Üçüncü şəxsin cəmindən söhbət gedəcək. Və yadımızda qalsın ki, amma da bu o demək deyil, üçüncü şəxsin cəmində olan bütün cümlələr qeyri-müəyyən şəxsi cümlədir. Mübtəda olmamalıdır. Mübtəda heç bir şəkildə bu cümlədə düşünülə bilməyəcək. Belə cümlələrdə işi icra edən əsasən bir qrup şəxsdən ibarət olur, lakin onlar qeyri-müəyyən olur. Həmin cümlələrdə diqqəti cəlb edən işi icra edən deyil, işin özüdür. Bu cəhətdən belə cümlələrdə mübtəda şəxsi cümlədən fərqli olaraq təxmin oluna bilər. Yəni biz beynimizdə bir dənə onlar əvəzliyini tuta bilirik. Amma konkret şəkildə bərpa oluna, yerinə qoyula bilməz. Qeyri-müəyyən şəxsi cümlələrdə çox zaman elə bil ki, sanki, deyəsən, güya ki moda sözlərindən istifadə olunur. Bunlar da müxtəsər və yaxud da geniş ola bilər. Məsələn, bizə verilib cümlə, deyə bilər ki, bayaq dediyimiz cümləni yazaq, qapını astadan döyürdülər. Bir bu cümləyə baxaq. Bir də deyək ki, onlar qapını astadan döyürdülər. Bu iki cümlə arasında fərq nədir? Baxırıq ki, təhlil edir. Nə edirdilər? Döyürdülər. Kim? Yoxdur. Nəyi? Qapını. Necə döyürdülər? Nə tərzdə döyürdülər? Astadan. Nə edirdilər? Döyürdülər. Kim? Onlar. Fakt olaraq burada bizim mübtədamız var. Nəyi? Qapını. Necə, nə cür? Nə tərzdə? Astadan. Cümləyə fikir veririk. Əgər bizə verilən cümlədə fakt olaraq mübtəda varsa, mübtəda var olduğuna görə cümlənin özündə mübtəda var. Bu olur müəyyən şəxsli cümlə. Əgər bizə verilən cümlədə fakt olaraq heç bir mübtəda yoxdursa, mübtədadan söhbət getməyibsə, yoxdur mübtəda. Yox olduğuna görə bu cümləmiz sayılacaq qeyri-müəyyən şəxsli cümlə. Mübtəda var deyə müəyyən şəxsli cümlədir, mübtəda yoxdur deyə qeyri-müəyyən şəxsli cümlə sayılacaq. Vəssalam, qeyri-müəyyən şəxsli cümlə yəni bu qədər rahatdır. Sadəcə fikir verməliyik ki, orada mübtədadan söhbət getməsin. Baxaq indi, dedik ki, müxtəsər və geniş olacaq. Burada da əgər sadəcə xəbərdən ibarətdirsə, olacaq müxtəsər. Bilir ki, burada mübtəda olmur. Yox, əgər sadəcə ikinci dərəcəli üzv və xəbər də varsa, olacaq geniş cümlə. Məsələn, deyirdilər müxtəsər cümlə. Amma geniş olsa, bu işdə bizə kömək edəcəklər. Bu da olur geniş cümlə. Burada bizə qeyd verildi. Mən bu qeydi artıq sizə dedim. Yenə də baxaq. Xəbəri üçüncü şəxsin cəmində olan bütün cümlələr qeyri-müəyyən şəxsli cümlələrdir fikri doğru deyil. Çünki orada mübtəda olsa avtomatik olur müəyyən şəxsli cümlə. İndi isə baxaq ümumi şəxsli cümləyə. Ümumi şəxsli cümlə adından da göründüyü kimi hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsli cümlələr deyiləcək. Ümumi şəxsli cümlələr xəbər əsasında formalaşır və mübtədası olmur. Ümumiyyətlə müəyyən şəxsli cümlədən başqa, təbii ki, adlıq cümlə heç də biz xəbər əsasında formalaşan deyirik. Qeyri-müəyyən şəxsli cümlə olsun, ümumi şəxsli cümlə olsun. Bunların heç birində mübtədadan söhbət gedə bilməyəcək. Mübtəda yoxdur yəni. Baxaq indi qaydasına. Belə cümlələrin xəbəri ikinci şəxsin təki və yaxud da üçüncü şəxsin cəmində olur. Fikir verək, üçüncü şəxsin cəmini biz qeyri-müəyyən şəxsi cümlədə də gördük. İkinci şəxsin təkini isə müəyyən şəxsi cümlədə gördük. Bəs bunları biz necə fərqləndirəcəyik? Əgər verilən cümlənin məzmununa baxırıq. Verilən cümlənin məzmunu bir qrup şəxsə aiddirsə, bu olur qeyri-müəyyən şəxsi cümlə. Verilən cümlənin məzmunu hamıya aiddirsə,
Bu olur ümumi şəxsi cümlə. Amma yenə də burada bir fikir gəlir çıxır ortaya. Cümlənin mübtədası varsa, məzmundan asılı olmayaraq o müəyyən şəxsi cümlədir. Məsələn, ümumi şəxsi cümləyə deyir ki, istirahət zonasında çoxlu xarici turistlərlə qarşılaşırsan. Gəlin cümləni buraya yazaq. Məsələn, deyək ki, şəhərdə turistlərlə qarşılaşırsan. Bir də müqayisə edək. Sabah dərsə gələrsən. Hər iki cümlənin təhlilinə baxaq. Nə edirsən, qarşılaşırsan? Kim? Sən, amma mübtədamız yoxdur. Harada? Şəhərdə. Kimlərlə? Turistlərlə. Baxırıq ki, cümləmizin xəbərinə. Cümləmizin xəbəri görürük ki, ikinci şəxsin təkindədir. Yəni, beynimdə burada bir sən, belə deyək də, şəxsindən söhbət gedib. Şəhərdə xarici turistlərlə qarşılaşan bir nəfərdirmi? Yəni, sadəcə sən şəhərə getsən turistlərlə qarşılaşacaqsan, başqaları qarşılaşmayacaq. Belə bir şey mümkündürmü? Xeyr, təbii ki də mümkün deyil. Deməli, bu fikir ümumi şəxsi cümlədir deyə bilərik. Çünki şəhərə çıxan hər kəs turistlərlə qarşılaşacaq. Bu fikir bir şəxsə aid deyil. Amma baxırıq digər cümləyə. Sabah dərsə gələrsən. Nə edərsən, gələrsən? Kim? Sən? Yenə beynimdə artırdım. Nə vaxt, nə zaman? Sabah. Baxıram ki, cümləyə sabah dərsə gələn bir nəfərdir. Yoxsa mən bütün dünyaya deyirəm ki, sabah dərsə gələrsən. Bütün hər kəsə aid edirəm, hər kəsə aid eləmirəm. Söhbət sadəcə bir şəxsdən gedib. Yəni, sabah dərsə gəlməyini istədiyim adam bir nəfərdir. Amma şəhərdə turistlərlə qarşılaşırsan, bu fikir hamıya aiddir. Deməli, buradan bu nəticəyə gəlir ki, birinci cümləm olur ümumi şəxsi cümlə, ikinci cümləm isə olur müəyyən şəxsli cümlə. Amma burada fakt, bu sən əvəzliyini qoysaydım, sən şəhərdə turistlərlə qarşılaşırsan, yəni cümlədə fakt olaraq sən sözü varsa, mübtəda varsa, o məzmunundan asılı olmayaraq müəyyən şəxsi cümlə hesab ediləcək. Ümumi şəxsi cümlənin xəbəri üçün cəmində də ola bilir. Bunu da biz qeyri-müəyyən şəxsi cümlə ilə fərqləndirməyə bacarmalıyıq. Məsələn, deyirik ki, bir deyək, qaçanı qovmazlar. Bir də deyək ki, məsələn, qapını döyürlər. Hər iki cümlənin təhlilinə baxaq. Nə edərlər, qovmazlar, kimi, qaçanı. Nə edirlər, döyürlər, nəyi, qapını. Hər iki cümlənin xəbəri üçüncü şəxsin cəmindədir. Amma bunlardan birincisi ümumi şəxsli cümlədir. Nəyə görə? İkincisi isə qeyri-müəyyən şəxsli cümlədir. Nəyə görə? Çünki qaçanı qovmazlar fikri ümumiyə aiddir. Yəni, bu bir, belə deyək də, atalar sözüdür. Ümumilikdə deyilir ki, qaçanı qovmazlar. Mənə də aiddir, sənə də aiddir, ona da, o birisinə də, hamıya. Amma qapını döyürlər deyəndə bu hamıya aid deyil. Qapını bir qrup şəxs döyür. Məsələn, 3 nəfər, 5 nəfər, 2 nəfər. Deməli, ikinci cümləm ona görə olur qeyri-müəyyən şəxsi cümlə, birinci cümləm isə olur ümumi şəxsi cümlə. Amma mən burada fakt onları artırsaydım, onlar qapını döyürlər. Bu artıq olacaqdı müəyyən şəxsi cümlə. Çünki dedik ki, bir cümlədə mübtəda varsa, məzmundan asılı olmayaraq o olur müəyyən şəxsli cümlə. Buradan indi hansı nəticəyə gəldik? Qeyri-müəyyən şəxsli cümlənin xəbəri üçün cəmindədir. Yalnız üçün cəmindədir. Ümumi şəxsi cümlənin xəbəri isə ikinci şəxsin təkində də ola bilir. İkinci şəxsin təki. Üçüncü şəxsin cəmində də ola bilir. Yəni, sizdən ümumi şəxsi cümlə istəyirsə, ya ikinin təki, ya da üçün cəmini axtarsınız, amma təbii ki, məzmuna mütləq fikir vermək lazımdır. Mübtədası varsa, onsuz da müəyyən şəxsi olacaq. Bir də qaydalarda adətən qeyd edirlər ki, ümumi şəxsi cümlənin, burada da bu qayda var idi, xəbəri adətən, daha doğrusu, üçüncü şəxsi ümumi şəxsi cümlələr adətən atalar sözləri, məsələlər, aforizmlərdən ifadə olunur, amma bu fikir təbii ki, bütün cümlələrə aid deyil. Çünki atalar sözlərində verilən fikirlər, hərəkətlər, hökmlər hamıya aid olur. Amma təbii ki, cümlənin mübtədası varsa, o olacaq müəyyən şəxsi cümlədə. Məsələn, deyirik ki, məsələn, ağac bar verəndə başını aşağı əyər. Mən bunu təhlil edəndə görəcəm ki, burada mübtəda var. Nə edər? Əyər, nə ağac. Baxın, ağac bar verəndə başını aşağı əyər. Ağac başını əyirsə, deməli bunun burada mübtədası var. Mübtəda var deyə, mən da buna götürüb ümumi şəxsi cümlə deyə bilmərəm. Fikir ümumiyə aid olsa belə. Yəni, burada bizim əsas məsələmiz mübtədanın olub-olmamasıdır. Fikrin hamıya aid olması və yaxud da olmaması deyil. Gələk indi şəxsi cümlələrə. Şəxsi cümlələr nə olacaq? Bir də bunu da qeyd edeyim ki, ümumi şəxsi cümlələrin xəbəri yalnız və yalnız feili xəbərlə ifadə olunur. Şəxsi cümlədə məsələ nədir? Şəxsi cümlə, baxın, dedik ki, şəxs deyəndə ümumiyyətlə mübtədadan söhbət gedir. Əgər şəxsi cümlədən söhbət gedirsə, deməli burada nədən söhbət gedəcək? Mübtədasız cümlədən. Deyə bilərsiniz ki, onsuz da bizim öyrəndiyimiz cümlələr, yəni müəyyən şəxsi cümlədən başqa hamısı mübtədasız cümlə idi, bəli. Amma biz beynimizdə ən azından ora bir şəxsi oturtura bilirdik. Məsələn, qeyri-müəyyən şəxsi cümlədə beynimə onlar gətirirdim. Ümumi şəxsi cümlədə ikinin təkinə uyğun səni beynimə gətirə bilirdim. Amma şəxsi cümlədə o mübtədanı heç beynimə də gətirə bilməyəcəm. Yoxdur.
bərpa eləmək də mümkün deyil. Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələr şəxsi cümlələr adlanır. Şəxsi cümlələr də xəbər əsasında formalaşır, mübtədası olmur. Xəbəri üçüncü şəxsin təkində olur. Deməli, şəxsi cümlənin xəbəri yalnız və yalnız necə olacaq? Yalnız və yalnız üçüncü şəxsin təkində. Şəxsi cümlələr xəbərlərin ifadə vasitəsinə görə iki cür olur. Bir var ismi xəbərli şəxsi cümlələr. Bir də var fe'li xəbərli şəxsi cümlələr. Birinci öyrənək ismi xəbərli şəxsi cümlələri. Deyirik ki, xəbəri üçüncü şəxsin təkində olacaq. Əgər üçüncü şəxsin təkidirsə, deməli dır üstü 4 şəkilçisi ilə bitəcək. Çünki üçün təki dır üstü 4 şəkilçisi ilə öyrənilir. Məsələn, burada verilən cümlələrə baxaq, təhlilinə baxaq. Səhərdir. Mən bura nətər mübtəda gətirim. Mən səhərdir, sən səhərdir. Olmur axı. Üçüncü şəxsin cəmindədir və deyirik ki, şəxsiz cümlədir. Qış axşamı idi. Qış axşamı bir birləşmədir deyə. Təbii ki, bu idimişlə də ifadə oluna bilər. Qış axşamı idi. Baxın, təhlil necə olacaq? Bu formada. Yalnız xəbərdən ibarətdir. Nə vaxt idi? Qış axşamı idi. Burada da bu mənsubiyyət var deyə yəlik mənsubiyyət sxemi ayrılmır. Baharın ilk günlərindən biri idi. Baxın, bütöv xəbər. Nə vaxt, nə zaman idi? Baharın ilk günlərindən biri idi. Çünki baharın ilk günlərindən biri. İdi də ondan ayrılmır. İsti yay günlərindən biridir, vaxtdır. Və yaxud da məsələn deyə bilərik ki, cümlə olaraq, məsələn, şəhərdə ucuzluqdur. Necədir ucuzluqdur? Harada? Şəhərdə. Müxtəsər və geniş ola bilər şəxsi cümlədə. Yəni sadəcə xəbərdən də ibarət ola bilər və yaxud da ikinci dərəcəli hər hansı bir üzvlə də ifadə oluna bilər. Bəs xəbər əsasında formalaşan şəxsi cümlələr nə ediləcək? Belə cümlələr bir qayda olaraq iki cür olur. Bir var xəbəri şəxsiz fe'llərdən ifadə olunan şəxsi cümlələr. Bir də var xəbəri frazeoloji birləşmələrlə ifadə olunan şəxsi cümlələr. Bu nədir? Əgər verilən cümlənin xəbəri şəxsiz fe'llərlə ifadə olunubsa, şəxsiz fe'llər ıl üstü 4, ın üstü 4 və n şəkilçisi vasitəsilə yaranır. Yəni biz bunu bir qayda olaraq bilməliyik ki, xəbəri əgər şəxsiz fe'llərlə ifadə olunubsa, bu şəkilçilərdən istifadə olunacaq. Məsələn, sənədlərə baxıldı. Dağa yürüyüş edildi. İclasda məsələyə toxunuldu. Buna aid biz nümunələrimizə baxaq. Məsələn, deyirik ki, ərizəyə baxıldı. Təhlilinə baxaq. Nə edildi? Baxıldı. Nəyə? Ərizəyə. Mən bura mübtəda gətirə bilmirəm. Fe'limi də təhlil edirəm. Baxıram ki, şəxsiz növün şəkilçisi var. Deməli, mənim cümləm şəxsiz növdədir. Sadə cümlənin şəxsiz növündədir və xəbəri fe'llə ifadə olunub, şəxsiz fe'llə ifadə olunub və yaxud da deyək ki, dənizdə məsələn, nə deyək, balıqlara rast gəlinir. Nə edir? Rast gəlinir. Nəyə? Balıqlara. Baxıram ki, cümlənin mübtədası yoxdur. Xəbərimdə xəxsiz fe'llə ifadə olunub. Deməli olur cümlənin şəxsə görə cümlənin şəxsiz növündə. Bu formada fe'li xəbərli şəxsiz cümlələrdir və şəxsiz fe'llərlə də ifadə olunub. Baxırıq indi xəbəri frazeoloji birləşmələrlə ifadə olunan şəxsiz cümlələrə. Bilirik ki, frazeoloji birləşmələr təhlil zamanı parçalana bilmir. Məsələn, deyirik ki, mənim ona yazığım gəlir, müəllimin onun cavabından xoşu gəldi, ona rəhmim gəlir, ondan zəhləm gedir. Bu tipli cümlələr. Məsələn, cümləni deyək, mənim ondan xoşum gəlir. Bu cümlənin təhlili necə olacaq? Baxırıq ki, cümlən nə edir? Mənim ondan xoşum gəlir. Niyə bunu bu formada təhlil elədim? Mənim xoşum dedikdə, əgər biz bu cümləyə diqqətlə baxsaq, görürük ki, mənim xoşum, bu bir, belə deyək də, üçüncü növ təyin söz birləşməsidir. İm, yiyəlik al. Burada da mənsubiyyət şəkilçisidir. Yəni, biz bunu parçalaya bilmərik. Xoşu gəlmək isə bir frazeoloji birləşmədir. Frazeoloji birləşmələr təhlil zamanı parçalanmır. Üçüncü növ təyin söz birləşməsi olan ismi birləşmələr də təhlil zamanı parçalanmır. Bunların heç biri parçalana bilmədiyinə görə bunu bütöv xəbər götürürük. Və yaxud da deyirik ki, məsələn, uşağın gözü qapıda qaldı. Baxırıq təhlilinə. Gözü qapıda qalmaq frazeoloji birləşmədir. Uşağın gözü isə ismi birləşmədir, parçalanmır. Uşağın gözü parçalaya bilmirəm, gözü qapıda qalmağı parçalaya bilmirəm. Deməli, necə təhlil edəcəm? Nə etdi? Uşağın gözü qapıda qaldı. Xəbəri frazeoloji birləşmə ilə ifadə oldu. Şəxsiz növdə olan cümlə. Və yaxud da ona rəhmim gəlir. Nə edir? Rəhmim gəlir. Kimə? Ona. Bu formada geniş cümlə şəklində də düşə bilər. Ondan zəhləm gedir. Nə edir? Zəhləm gedir. Kimdən? Ondan. Şəxsiz cümlələrdə müxtəsər və geniş ola bilir. Dediyimiz kimi, məsələn, vaxtdır müxtəsər, amma olsa indi belə sözlərə əhəmiyyət verilmir. Burada isə geniş. Qeydimizə baxaq. Məsdər üstəgəl olmaq strukturunda xəbərli cümlə də şəxsiz cümlədir. Məsələn, bunları oxumaq olmaz. Nə edər? Oxumaq olmaz. Nəyi? Bunları bu da olacaq bizim tamamlığımız. Deməli, şəxsiz cümlənin xəbəri nədə olacaq? Yalnız və yalnız üçüncü şəxsin təkində.
Bunun da bu hissəsinə fikir verirsiniz ki, ismi xəbərli də ola bilər, feili xəbərli şəxsi cümlələr də ola bilər. Gələk indi adlıq cümlələrə. Adlıq cümlələr nədir? Adlıq cümlələr əşyanın, hadisənin adı çəkilməklə onun yalnız mövcudluğu haqqında məlumat verən sadə cümlələrə deyilir. Adlıq cümlələrin xəbəri olmur. Onlar mübtəda əsasında formalaşır. Adlıq cümlələr adətən birləşmələr şəklində olur. Adlıq cümlələrdə yazılı ədəbi dildə bədii, xüsusən də dram əsərlərinin remarka hissələrində, yəni dram əsəri dialoq, monoloq, remarkalardan ibarətdir. Bunun remarkaları adətən çox vaxt, təbii ki, bütün hallarda deyil, adlıq cümlələrdən təşkil oluna bilir. Publisistik əsərlərdə də istifadə oluna bilir. Məsələn, adlıq cümləyə misal göstərək. Qarabağ, cümlə bitdi. Şuşa qalası, cümlə bitdi. Cıdır düzü, at çapan igidlər. Adlıq cümlələr də müxtəsər və geniş ola bilir. Məsələn, ilin əvvəlləri müxtəsər cümlə, yanvar ayı müxtəsər cümlə, Novruzun son çərşənbəsi müxtəsər cümlə, amma gözəl bir yay gecəsi bu artıq olacaq geniş cümlə. Adlıq cümləyə məsələn deyək ki, məsələn deyirik ki, Qarabağ. Baxın, cümlə sadəcə mübtədadan ibarət. Cümlə bitdi. Hara Qarabağ? Vaqifin evi. Cümlə bitdi. Görüb birləşmə şəklindədir. Saçma xəbərin işarəsini çəkirəm. Sadəcə mübtədadan ibarət. Bu qədər. Adlıq cümlədə yəni başqa bir qayda yoxdur. Adlıq cümlələr də əsasən dramatik əsərlərin remarka hissəsində istifadə olunur, amma təbii ki, bütün dramatik əsərlərin remarka hissəsinə aid deyil. Remarkalar çünki xəbər əsasında da formalaşan cümlələrdən təşkil oluna bilir. Bəs söz cümlə nədir? Söz cümlələr, ümumiyyətlə sadə cümlələr sintaktik cəhətdən iki yerə bölünür. Bir üzvlənən cümlələr var, bir də üzvlənməyən cümlələr var. Bizim indiyə qədər öyrəndiyimiz cümlələr üzvlənən cümlələrdir. Çünki biz onları təhlil edirik, mübtəda deyirik, ona xəbər deyirik, təyin deyə bilərik, tamamlıq deyə bilərik, zərfli deyə bilərik. Yəni həmin cümlələri təhlil eləyib cümlə üzvlərini ayıra bilirik. Dildə kəmiyyətcə belə cümlələr daha çox işlədilir. Əslində bunlar dil üçün səciyyəvi olan normal cümlələrdir. Lakin dilimizdə elə cümlələr də var ki, onlar tərkib hissələrinə, yəni cümlə üzvlərinə ayrılmır, yəni həmin cümlələr üzvlənmir. Onlara da ümumən söz cümlələr deyilir ki, bunlar cümlə üzvü olmurlar. Söz cümlələr adətən nələrlə ifadə olunur? Təsdiq və inkar edatlarından. Təsdiq və inkar edatları hansılardır? Hə, yox, bəli, xeyir və s. Bəzi modal sözlərlə və nidalarla. Məsələn, buna baxaq. Səhər bizimlə gedəcəksənmi? Xeyr. Cümlə bitdi. Söz cümlədə üzvlənmir. Elnuru yaxşı tanıyırsan? Yox, hə, bəli, xeyr, hər birini deyə bilərik. Modal sözlərlə ifadə oluna bilər. Əlbəttə, bəlkə, bəlkə də, olsun ki, şübhəsiz, şəksiz, sözsüz, ehtimal və s. Məsələn, deyirik ki, sabahki iclasda çıxış edəcəksənmi? Yəqin ki, və yaxud da əlbəttə, nidalarla ifadə oluna bilər. O günləri xatırlayırsanmı? Qeydə baxaq. Cavab cümlələrdə modal söz, ədat və nidaya bir üzvlənən, yəni mübtəda xəbər tamamlıq qoşduqda həmin cümlə artıq söz cümlə sayılmayacaq. Məsələn, işinizi sona çatdıra biləcəksiniz, əlbəttə çatdıracağıq. Burada artıq xəbər var deyə bu cümlə ümumilikdə söz cümlə sayıla bilməyəcək. Modal sözlər, üzvlənmə element, xəbər əlavə olunduğu üçün artıq bu cümlə söz cümlə hesab olunmur. Söz cümlə xitabla da işlənə bilər. Məsələn, dərslərini oxumusan, əlbəttə ana, heç biri üzvlənmir. Xitaba da cümlə üzvü demirik, söz cümlə idi. Xitab cümlə üzvü olmadığından bu cümlədə üzvlənmə ünsürü yoxdur, yəni əlbəttə ana söz cümlədir. Əgər sual cümləsi, sual əvəzlikləri də formalaşıbsa, həmin cümləyə söz cümlə ilə cavab vermək mümkün olmayacaq. Sən hara gedirsən? Da burada hə yox deyə bilmirik də konkret bir yer adı deməliyik. Bu da olur ümumilikdə söz